Bəzən biz illərlə ömrümüzü sərf edirik, ibadət edirik, namaz qılırıq, dualar edirik, Qur'an-ı Kərim oxuyuruq, hədislər eşidirik, dinləyirik, amma nəfsimizi tərbiyələndirə bilmirik. Yenə də nəfsimizin əlindəəsirik. Nəfsimizin diktəsinə əməl edirik. Nəfs bizə nəyi diktə edirsə, onu yerinə yetiririk. Nəfsin diktələrindən biri də budur ki, insan rahat yaşasın, keyflə yaşasın. Amma şəhid görürsünüz, bütün bu nəfsani diktələrdən çıxa bilir, nəfsinə hökm eləyə bilir. Bir anın içində nəfsinə qalib gəlir, ölümün gözünə dik baxır və ölümü Allahla liqa, Allahla görüş hesab eləyir. Ona görə də şəhadət kamillik yolunda, mənəvi seyirdə ən qısa bir yoldur ki, bir anın içində insan bunu əldə edə bilər. Bir anın içində insan ən yüksək məqamlara gəlib çata bilir. Ki şəhidin tökülən o qanı heç vaxt hədər deyil. Hər qətrəsi minlərlə, milyonlarla qətrələrə çevrilib insanların damarlarına sanki axır. Ona görə də Həzrət Rasulullah sallallahu aleyhi və səlləm hədis-i şərifdə Allah Resulü buyurur ki, Allah üçün ən sevimli qətrə Allah yolunda axıdılmış qanın qətrəsidir, o qan damcısıdır, o şəhidin bir qətrə qanıdır. Şəhadət sanki ümmətin, cəmiyyətin damarlarına bir peyvənddir. Cəmiyyətdə bir mənəvi bir immunitet yaradır. Cəmiyyət ali dəyərlərə bağlılıq yaradır. Ona görə də şəhid əbədilik əldə edir. Hər kəs müxtəlif yollarla əbədilik əldə edir cəmiyyətin içərisində, əbədiləşir, adı əbədi qalır. Ki alim görürsən, cəmiyyətlə, öz elmi ilə, öz şəxsiyyəti ilə vəhdət tapır və adı qalır, əbədiləşir. İxtira edən, etdiyi ixtiralarla, bəşəriyyət etdiyi xidmətlər sayəsində adı əbədiləşir, əbədi qalır. Şəhid canını qurban verməklə əbədiləşir, qanını tökməklə əbədiləşir. Və bu ən üstün əbədilikdir. Digər bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, hər bir yaxşı əməl, salih əməldən üstün bir salih əməl var. Ki, məsələn, bir yaxşı iş var, ondan da yaxşı iş var. Bunu eləyirsən, ondan da gözəl iş var. Sonra buyurur, ta ki insan Allah yolunda qətlə yetirilə. Elə ki, Allah yolunda qətlə yetirildi, onun üstündə da bir üstün yaxşı əməl yoxdur. Ən üstün bir yaxşı əməldir. Böyük bir məqamdır şəhidlik.